Deməli bu evin içərisidir. İstilik sistemi kombidir. Bax burada çəkilib hazırdır. Avtomat sistemi yığılıbdır. Sadəcə evin yiyəsi burada yaşamır deyənə müəyyən səliqəsizliklər var. Bura sanitar qovşağıdır. Bura 3 dənə otaq. hə yataq otağıdır. Ondan sonra bura ikinci yataq otağıdır. Bura üçüncü yataq otağıdır. Deməli bura darvazasıdır. Həyət deməli 14 metrə yarım enindədir. Bax çöl tərəfdən həyətin görünüşüdür. Burada belə balaca bir naves tikilibdir. Burada podvalı var, produksiya yığma, yəni burada Rus evlərində bu hamısında var. Həyətində bütün ağaçlıqdır. Və həyətində əlavə bir dənə belə qonaq evi kimi qoyulubdur. Bunun da yəni sanitar qovşağı var, hazırdır. Məndə bütün avtomatdan sönübdür, işığı hazır vəziyyətdədir. Bura Ruski banyadır, hazır tikilib. Və burada digər otaqdır. Burada bisetkasıdır, manqalxanasıdır. Burada bağıdır.